Hoş gördük savaşçılar. Herkesi salamlayıram. Mən bilmənalı Anar müəllimin tərəfindəyəm. Yaraşıqdır. Eşq. Əlbəttə. Vallahi yaraşıq da. Necə gözəl yaraşır ora ekrana. Hamınızı salamlayıram. Dostlar. Xoşgələm xanım, ona görə də bugün söz verdim ki, xoşgələm xanım, o 40 mini utsam əgər, Aha. ən aşağısı 25 min verəcəm sizə. Niyə? Mənə? Missiyanı, bəli. Missiyanı siz gözəl yerinə yetirirsiniz. Çünki gələnlərə də, gedənlərə də, o əl tutanlara da, əl tutmalarına kimə desəniz siz yardım edirsiniz. 25 min nəqd sizə verəcəm. Vəssalam. 15 min. 15 min. 15 min, onu atan tapacağım, sən deməyəcəm. Yox, Anar müəllimin haqqıdır. Mən onun tərəfindəyəm. Bəli. Amma Niyə ki? tamaşaçılar bilər də. Başa düşmədim. Elvir bəy niyə deyir ki, Anar müəllimin haqqıdır? Yəni, gətirin mənim telefonumu bura. Xoşgedən Baxşəliyeva Instagram hesabı, Səni Axtarıramın Instagram hesabından daxil olursunuz. 10.000 şərtdə açıqlama olacaq. Ona görə baxın, siz o şəri yazana qədər məni deyəsən tağ eləməyibdir Firuzə. Çünki mən baxıram, mən yoxam. Mən yoxam. Mənim o şəklimi qoysaydı. Heç deməli sən axtarıramda da yoxdur, burada da baxıram. Niyə? Sən axtarıramda da yoxdur, Sən sizlə axtarıramda paylaşılmayıb. sadəcə bütçəsi var. Samirə vermisiniz? Yoxdur. Aha. Sizin bir Deməli, Koskan bir işaret. dostlar, daxil olursunuz. 10.000-ci şərtdə açıqlama olacaq bu öz yerində. Kim gəlib? Paylaşım oldu mu? Hadi git, hadi. Orada yer. Baya bir marina evi, yani gül şey daha beter olmuştu, onu da eve tutsun. O gülü kim? Götürün. Marina'ya vereceğim. Aa, Marina götürmez, yok götürmez. Ben demezsem götürmez Marina. Marina götürme, ha. niyə? Niyə? İnsan gətirib, ürəyindən gətiribdir. Ən Yo, az yo. götürmək lazımdır. O götürmək, gül götürmək nəsə cavab vermək deyil. Marina hiç var götürmez ya, değmez. Sen niye yoldan çıkarsın cemaate? Götürmez de kardeş, başka durma. Başa düşmədim. Marina siz niyə idarə edirsiniz ki? Ben idarelemlem ya. Ha. Marina özü öz yerindedir. Sadece biz çok əksinə gedirsiniz. Mən müdafiə edirəm. Çünki bəli. Niyə xeyirdir mi? Keçən dəfə Xoşgələm xanım Xeyirdir dedi. mi? Əslində o 40 min mən demişdim o xanıma verilməlidir. Niyə? Nə atası var, nə anası var. Biz niyə görə qonaqlarımız həmişə icazə vermir ki, bir bura gələn bir fikrini Bəli. ifadə eləsin, bir şey eləsin. Elə gələn kimi tap deyə üstə gedir ya, yəni. Əsas o deyib, o. İmkan verir. Tapıltıya mənim üstümə Ay gəlir. Elvin. Əlləri niyə sır? Hə? Özümden asıldı. Özümdən asılı döy. Hayır. Allah səni öldürməsin. Ay həyəcandan arxaya bax. Sevirdən. Geliştiriyoruz. Tebrik ederim. Ne, kimi? Güzel ekspertim. Bəli, sizi tebrik. Nə münasibətinə? 40 bin yarışına siz de koşuldunuz ona göre. Əla, əla. Əsl xalqın adamısan. Bu Hakikaten kalp yürekten tebrik ederim. 40 bin yarışına böyle İndi siz de sən də koşuldunuz. bugün nəyə görə çıxsansa, o deyən ki, mən səni müdafiə edəcəm, nə yarat olma. İnşallah. Allah qoysun. Hər şey qarşılıqlı deyil bu həyatda. Sağ olun, teşekkür Ay ederim. Elvin, Amma qalx gülü ona ayağa. vermə. Xanıma oturub vermirlər gülü. Bunu Marinaya vermək istəyirsən. Mikrofonu yaxın tut. Bəli. Buyur. Day
Marina qutardıq sən. Necə? Marina'yı qurtardım. Daha müdafiə Yox, eləməyəcək. müdafiə söhbəti yox. Heç nə yoxdur. Halal xoş olsun. Gülü Marina götürdü deyin, siz onu müdafiə eləməyin. Ben gülü götüren bugün sabah çok şey götürebilir. Başa düşmədim, qısqanırsınız ki Marinanı. Qəribə qısqanmaq nə deyə bağışla mənə. Əslində qısqanmağa səni qısqanırlar, səni. Bax səni qısqanırım, onda ki sən məni istəmirsən, bilirsən. Mən o adamı çox Valla istəyirəm bu ki, məndən pul elə söhbətdir ki də, pulun ucu görünəndə insanlar belə qəribə olur, dəhşət olur. İndi Marinaya gül də verən olacaq, maşın da verən olacaq, hədiyyələr də göndərəcəklər. 8 mart nə vaxtdır? Sabahdır. Yox, heç 6-cı gündə sizdə məndən 5 betər deyəsən sən də. Heç xatırlamırsan ki, hansı gün nə vaxtdır. Deməli, Yox, ona deməli, görə nə var? mən düşünürəm ki, ay Anar müəllim, Marinaya gül verənləri çox olacaq. Birdən 40 min Marinaya düşər deyə. Yazıq Marina, ürəyi açıqdır. Marinanın da ürəyi açıqdır, qəlbi açıqdır. Marina da deyəcək və belə güləcək. Bir də baxacaq ki, 40 min yoxdur. Necə mikrofonu mu? Yox, qəti. Mən bir də bu səhv etmərəm. Nə deyirsiniz? Yox, valla. Mən tövbə elədim, yox. Heç, yəni bunu götürdüm prosta hörmətlə qarşı, yəni gətirir. Sən də maşallah hörmətlə qarşı. Elə birinci hörmətdən başlayır, sonra hörmət davam edir. 87 mini də hörmət qarşılığında verdi də. Dedi, hörmət elədi, 87 min getdi. Görürsən döndürə bilmədin, niyə vaat yedi sözünü. Yox, əgər başqa məqsədlə götürərdim, bunu belə qoymazdım, belə. Çoğa diqqətə görə sağ olsun. Sağ olsun da diqqət var, izzət var. Bilirsən, insan nə Onun var? açıqlamadı ki, niyə gətirdin? Amma burada heç kim başa düşməsin ki, Mariya Yaxtogülü mən sevgi kimi hədiyyə eləmişəm. Bəli. Xalqımın qızı olaraq onu mən hədiyyə eləmişəm. Həm də insan nə var sevilir, istəyir kişi, istəyir qadın. Xalqımın. Həm ortada olanda. Yəni, xalqımın. bütün o Xalqın diqqət o nəzər qədər qızları var ki, Fərqi yoxdur, o da mənim bir xalqımın qızıdır. Atası Azərbaycanlıdır. Onu demir, başqa söz deyir. Atası Azərbaycanlı. Bravo, Elvin, bravo. xalqımın o qədər qızları var Ay ki, Elvin, sizin heç bu ehtiyacı var. buna bir dənə çiçək də gətirməmizə heç olmaz. Gönül xanım deməksiniz zalda başqa xanımlar da var. Yox, Nail bəy. Ay, mən yazıq idim da bir dənə də çiçək mənə gətirirdim. Bəs mən sənin xalqının qızı deyiləm. Sevir, Nərgiz Gülünü də sevir. Götürədim Siz də yerə, xalqımsan, xalqımın səhmə çəkən, əziyyət inşallah sizin çiçəyiniz böyük olacaq. Mənim çiçəyim böyük olacaq. Hə, İnşallah. mən burada kömək elədiklərimin hamısından böyük çiçək almışam. Səndən də birini alacağım. Allah qoysun. Səndən də alacağım. Narahat olma, kömək etdiklərimizin hamısından böyük çiçəklər alırıq. Sən axtarıramın və Xoşgədən Baxşəliyevanın Instagram hesabına daxil olan 40 min kimə verilsin? Yazın. Amma keçmək istəyirəm Həsən məsələsinə. Mikrofon verin Sərdara. Bugün hardadır bu İlahənin həyat yoldaşı? Anar, İlahə gözümə dəymir. Anar, İlahə biraz sonra bu studiyaya girəcək. Yerindən oynayacaq. Marina. İlahə hərəkətləri ilə sənə elə bir cavab verəcək bugün. Yəqin ki, ondan sonra bu studiyada qalmayacaqsın. Çox sağ olun, minnətdaram. Hamınıza öz təşəkkürümü bildirirəm. Sağ olun. Allah razı olsun sizdən. Elə. Sağ olun. Mən Allahdan başqa heç kimə qorxmuram. Allahdan. Nə olacaq, olacaq da. Nə olan olub, baş verəcək, heç nədən qorxmuruz. Day nə olubsa olub. Deyir, bundan artıq nə olasıdır ki? Bundan da nə pis ola bilər? Düz deyirsiniz. Bundan artıq nə olub? Bundan ancaq sonra inşallah yaxşı olacaq. 7 mini ayıq başla, xəstə başla verdin getdi. Da bundan sonra nə olacaq sənə ki? Onu Allah Çay bilir. axan yerə bir də axar, yadında saxla. Ana 87 min, müəllim indi sol 107 min olacaq. olacaq, nə rahat olma. Necə? Zəif adamdır. Deyir ki, Deyirsiniz ki, su gələn yerə bir də gəlir, eləmi? Çay axan yerə bir də gələcək, mütləq gələcək. Çay axacaq. Bəli, Gəlsin, Çay axacaq. Hadi, Gəlir və Verim gedir də. gəlsin, ancaq aparmasın. gəlib gedəcək həmişə. İlahə gələcək, amma Sərdar, Buyurun.
Bugün tək qalmısan burada. Bəli. Tək başına müdafiədəsən. Düz olsam problem deyil ki. And içməyə də razılıq. Bəli. Xoş gedəm, video vermişəm, onu verərsiniz də efirə. Nə videodur? Vermişəm də versinlər. Nə videodur da? Gecə saat 3-də, 4-də oynamaq asfaltda. Vermişəm. Hanı bəs efirdədir? Vermişəm. Baxım görüm. Yox, sənin uşağın tərbiyəsi mən sənə deyirəm. Sənin uşağın 4-də nə oynayır asfaltda? Mən... Sizdən bunun ölüm hadisəsinin nə adiyyatı var? Ay qardaş, bu adamın uşağı ən tərbiyəsiz uşaqdır. Bir, ay dostlar, bir. Gəlin öncə videonu izləyin. Xanım, tərbiyə düzgün qurulsaydı, axırı belə gəlməzdi. Bir dəqiqə, Sərdar. Videonu verə bilirik efirə. Mikrofonu götür. Sərdar, mən sənin and içməyə də inanmıram. Nə oldu? 8 ayda gələcəm. Mən and içirəm. DNK test edəcəm. Ondan hər şey qanun qarşısında cavab veriləcək. Çıxartdıracam da meydi. Mən bura 8 ay gəlsəydim, mən bura gəlib çıxmazdım. Meydi çıxartdıracam. Heç darıxma. Axırda... Heç sən niyə çıxartdırırsan? Mən bura çıxmışamsa, bu qədər xalqın qarşısında mən elə belə bura çıxmamışam. Bunu mən sənə deyirəm. Axırda sənin o yoldaşın içərdə olacaq. Bunu mən sənə deyirəm. Bilirsən. Mən kimisə balasını öldürməmişəm ki, məni içəri atala. Sən ağır cinayətdə mənə böhtan atsan. Niyə? Başqasına niyə atmadım, səni attım mən? Yoxsa atırsan da, bu cinayətdir. Atıram. Onda düşmançılığımız var bizim səndən. Axırda görəcəyik. Axıra qədər Mənim düşmançılığım yoxdur ya, dədə ya sənlə. Mənim uşağımın yanında olan sənsən, səni də adlandırıram. Sən 3-cü nəfəri bilirsən ki, mənim balam 3-cü nəfər kimdir öldürən? Sən niyə avtandilin bibişinə gedib deyəbsən, uşağım suya düşəndən, xalam məndən nə deyir? Bir dəqiqə, siz mənə deyirsiniz ki, xalam məndən nə deyir? Xalam məndən nə deyir, Həsənim yedin gətirəndə? Əsirmişsən, düz danış. Dedim mənim bibimin evinə, ay xoş qədəm Düz xanım. danış. siz mənə dünən dediniz ki, nə danışsa bir insanın, yəni siz mənə inanırsınız da. Bəli. Burada mən, yəni and içməyə də ehtiyac yoxdur. Bəli, and içənlərin hamısı, gələnlər mən and içməmişəm. 99% yalancıdır mənə. Heç vaxt görürsünüz and içməmişəm, and içmirəm mən. Bəli. Yəni dediyim düzdür. Mən Siz də mənə dediniz ki, Sərdar. inanırsan. Bəli, mən 100%. sənə onda inandım ki, dedin ki, onlar and içmək istəyirsə mən gedirəm. Dünən dedi, gördü ki, gedirəm and içməyə. Sonra dedi, yox, inanmıram. Yox, Yox, onun mən gəldim, deməyinə dedim, deyil. inanmıram. Demirdi ki, Mən mən inanmıram. and içməyə Burada gəl ölüm get, var, mən yalandan da and and içə bilərsən. Rəhimə, and içməyə gedəcək. Yox, mən getmirəm. 8 ayda sənə xəbər göndərdim, Vaqifə xəbər göndərdim. Niyə gəlmədin? Hətta axırda mən dedim ki, xanım, mən də getmək istəyirəm. Yadıma gəlir. Siz mənə dediniz ki, bəli, o getsə ağanın qəbrisində mən getmirəm. Çünki Elə deyil. 8 ayda niyə gəlmədin? Sən mənə dünən dedin ki, gəl gedin, xoş gələn familiyi sən aparım and Bir içsin. saniyə. Sən mənə dünən dedin ki, gəlsin, and içsin. Bəli, mən də Mən hazırlaşmışam and ki, içirəm, sizlə Quranı da gedəcəm. gətir, hara istəyirsən apar. Yox. Ürəyən hara istəyir apar. Mən 8 ayda niyə gəlmirdin? Sən 8 ayda bilsən. Ay, indi gəldi də, sən gəldin, Bura çıxdın mənim qədər evim, onu da gəlməmədin. Mən gördün. sənə dedim, xoş gedəm. Sən bura qədər gəlməyib. Sən dedin, mənə nə qayıracaqlar? Mən neçə vaxtım... Dedin, mənə nə qayıracaqlar? Mən neçə vaxtı bura gəlmirdim, Yox, dedim, dedin, bəlkə mənə çıxarsınız nə efirdən. qayıracaqlar? Gördün, yox. Mən neçə vaxtı gəlmirdim bura. Siz çıxanlar bir 10 gün sonra xoş gələm xanım, xahiş elədi, gəlin, gəldi. Hörmətim olur. Mən sən gündə niyə televizor izləyirmişsən, deyirmişsən, xalam məndən nədən xahətə qorxu gəlir, xoş gedəm. Mənə buradan ağardılar, ora çıxdım, Mən dedim ki, siz çıxarsınız efirdən, dediniz yox. Çıxmaram. Siz gelirsiniz, mən də gedirəm. Axırda görərsiniz kim peşman olacaq. Ha, niyə? Mənimlə peşman Yoldaşım, sən gələcəksən ki, bağışda. Mən deyəcəm. Bax sən. Görəcək kim peşman olacaq? Ya, bu oğlu, mən danışdığımın nöqtəsinə qədər düz Sən düz danışıram. danışsan, hardan olsa Vaqifin sözünə şəkillər gətirib çıxarsan bura, mən haqq ədalət istəyəcəm. Bura çıxmayacaqsa. Sənin telefonunda mənim nə qədər şəkillər var, Gəlin, Elmir bəyin sualı var, bir dəqiqə, buyurun. Xoş gedəm xanım, 2 sual verim Sərdara. Sərdar, deyirsən ki, danışdığımın nöqtəsinə qədər düz danışıram. Bir dənə Pifagor teoremin deyə bilərsən? O nə bilsin? O nə bilirsən? O riyaziyyatda ən primitiv teorem. Ay, qardaş, hardan bilər? Konkret məsələnin Siz psixoloqsuz, mən şəhid yerində qalan insanam. O qədiyyat yox. Deyəcəm niyə? Xoş Mən kompüteri tutarmışam, gətirin mən oradan deyim. Bir dəqiqə Sərdar, aha. Bəs də görüm Azərbaycan dilində neçə qalın sait var? Neçə ümumiyyətlə sait səs var Azərbaycanda? 32.
Sait səs. Bütün bilirəm, onları bilmirəm. O sağ ol. bilmir. Yaxşı, Azərbaycan dilində sait səsləri bilməyən birisi keçən dəfə deyirsən ki, bir dəqiqə, mən sən xalan deyirəm sözümü kəsəsən. Mən Əsəbləşmə. burada müddətən deyirəm, siz mənim üstümə Bir qışqırırsınız. dəqiqə, Geçen Sərdar. deyirsən ki, 147-ci maddəyə Bəli. əsasən mən xalamı tutturacağam, mənə şər atır. Mən də dedim, Aybala, sən 147-ci maddəni hardan bilirsən? Onun müəllimi Sən dedim, Vaqif mən orta Örgədir. məktəbdə o qədər savad Mən oxumuşam orta onu ki, demək konstitusiya dərsindən mən bilirəm ki, 147-ci maddə mənim hüquqlarımı qoruyur. Yaxşı, Nair müəllim, sait səsləri bilməyən adam 147-ci maddəni Mən hardan deyim, bilir? biləməm. Çünki mən onu ittiham elədim ki, səni öyrədib göndəriblər bura. O 147-ni də sənə müəllimin Müəllim də deyir, müəllim deyir, müəllim Vaqif müəllimdir, Vaqif müəllim. Soruşdu, cavab verin. Bax, mən öz fikrinə razı deyirəm ki, kimsə məsəl üçün Azərbaycan dilindən, ədəbiyyatdan nəyisə bilmir. İndi internet dövrüdür. Bütün günü də qanunlar, maddələr internetdə var. Kimsə bir dənə atı maraqlana bilər ki, kimsə kimisə nəsə bir ağır maddədə ittiham edəndə həqiqətən məsuliyyət var. Ona görə mən elə Həm də başına gəlib. Həm də başına gəlib. Bəli, işin qeyd etmək içindədir. istəyirəm ki, heç bir sübut olmadan kimsə kimisi ağır ittihamda ittiham eləməsin. Tabii onun üçün problem ola bilər. Yəni burada mən həmişə mən söyləyirəm, danışılanları mən demirəm, mən danışmıram. Bu Bəli. sözlər mənə aid deyil. Bu sözü deyən Rəhimədir, bu sözü deyən Avtandildir, amma mən hər zaman da dediyim kimi onlara da deyirəm. Əzizlərim, bir dəqiqə dayanın. İttiham etdiyiniz şəxs ciddi ittihamlar səsləndirirsiniz. O ittihamlar sabah sizə qarşı çevrilə bilər. Ona görə də ehtiyatlı olun. Bəli, övladınızın ölümünü araşdırırsınızsa, kiminsə üstünə şər, böhtan atmaq yox. Araşdırma və yaxud da ki, yəni də mən öz yaxın qohumlarıdır. Niyə mən dünən dedim ki, barışıq olsun? Barışıq Zamanında o Barışıq onu göldə, deyil. o çayda, Şunu deyə bilərdim ki, xoş qədəm xanım. Hə. 8 aydır mən evdə oturmuşdum da, yox. yığıydı, gətirirdi. Əşi, evdə oturanda ağsaqqal gətirir. İndi hər kənddə, hər evdə 8 ağsaqqal çıxır. Ağsaqqal yox. Gördü, bir dənə ağsaqqal gətirirdi, Fər ağsaqqal. Gəlirdi, deyirdi, mən... Kim idi? Saqqalın gəldi də dedi, and içə getdim, and içdim. Hansı ağsaqqalım? Mənim ağsaqqalım deyil. Deyirsən sən. Sənin ağsaqqalındır, onun ağsaqqalıdır. Mənim ağsaqqalım Və sənin axırda qalıb. Sənin ağsaqqalın görsə uşağı niyə verdi, saxlayırdı? Mən öz evladımın ağsaqqalıyam. Sənin övladın ağsaqqal olan məsələ, sənin övladın axırıcı oraya gəldi çıxdı. Mən uşağım ölümündən söhbət edirəm, ora bura atma. Yalandan mənim uşağımı dedir 10 min plasası. Bir dəqiqə qutarsın. Prokuror. Nə bilirsən sənin başına daş düşəcək. Telefonda səsi var deyəsən, az qalıb vaxtı o bir daş düşəcək, qalacaqsan altında. Bir dənə o görüntüləri izləyək. Bir dəqiqə, bu nədir? Bu görüntü harda olur? Yolun qırağında işıq yanır, gecə uşaqlardan yoldadır. Bir saniyə. Təkdir ora. Ədəbər oynayır. Bu Sənin sənin gecə saat 4-də adam Səni su oynayır. atan kim olur? Xoş gəldim xanım, gecə saat 4-də adam oynayar. Bir dəfə yox. Cavan uşaqdır da bu səbəbdir. Gecə saat 4-də. Mənim səbəbi bilirsiniz, gecə səhərə qədər yatmır. Mən onu sübut eləmək istəyirdim. Yatmırdı niyə? Ay balam yatmırdı, oyaq qalırdı. Bunun uşağının ölməyinə nə adiyyatı var? Uşağı pıldan satmışam fayda. İndi də deyirsən ki, uşağım Bir 4-də dəqiqə. gətir. Satıbsan da uşağı. Satmışam. Sən bir ildən sonra istəyirsən bu məsələni almazsan, bir ildən sonra istəyirsən xoş gələn xanıma müraciət edirsən, o uşağı geri alasan. Sən insan dedi ki, anar müəllimə də əcəb eləyib satmışam. Yəni, and içə bilərsən ki, o Quran haqqı mən uşağımı pıldan satmışam. Bunlar da andı Sən uşağı qoyulur. satıbsan. Pulsuz satmışam. Sən mənim görürüm xoş gələn xanım. Bir saniyə. Xoş gələn xanım, deyir bunu andıysan, amma deyirəm ki, uşağını öz. Mikrofonu alın onun əlindən. Xoş gələn xanım, görürsün. Deyir ki, gəl andı, uşağı satıbsan. Deyirəm, ona inanır. Deyirəm, gəl gedək uşağın ölümündə əlim yoxdur. Ona mən bilir ki, burada düzəm. Ona görə o hərəkət eləyir. Xoş gələn xanım. O öyrədilib gəlir. Deyir, mən heç məsələlər danışır. Əlbəttə o özü də gecə oynayar. Rəhmətlik də oynayar. Gecə 4-də oynayar. Elmir bəy, bilirsiniz o nə demək istəyir? Dərs oxuyan uşaqlar O, Elmir bəy, bilirsiniz bu oğlan nədir? Deyir Mən ki, də bu onu uşaq bilirsin. gecə saat 4-5-lərə qədər yatmır. Mən onu sübut eləmək istəyirəm. Və sonra gün Onu ortalar da sübut saat eləyirsə, 1-ə mənim o 2-yə qədər uşaqda yatırmış. İndi Sən orada sənə yanındaydın. Nə görüntüsünü verin, düyə əlim Yanındaydın. Heç bilməyəsən nə çıxardasan ekspert ortaya. dedi ki, siz ondan onun ölümünü... bir dəqiqə, bircə saniyə. Mən icazə verirsən xanım. Əşi nevrotik uşaqdır da, səb uşaq. Sən məni. Bir dəqiqə, sənə bir dənə sual vermək istəyirəm. Sərdar,
Nə olar, mənim səs tonumu qaldırtmayın. Siz danışırsınız, mən də sizə görə səsimi qaldırıram. Səs tonumu qaldırtmayın. Sərdar, Həsən üzə bilirdi. Deyil. Hovuza zada gedirdi amma. Bircə dəqiqə. Bir dəqiqə. Güləşə gedirdi, oradan gedib hovuzda çimirdi. Yaxşı. Həsən heç vaxt çimən olmuyor. Onunla birlikdə Sərdar, sən Həsənlə birlikdə neçə dəfə çimməyə Hovuza getmişəm. getmisiniz? Yaxşı, bu çimə bilmirdisə hovuzda nə işi vardı bunun? Hovuz çox da dərin deyildi. Burada çimə bilirsə, burada niyə göstərirlər? Mənim uşağım burada çimir. Ay qardaş, sən imkan verəcəksən. İmkan verəcəksən.